sürücülərin nəzərinə ilk Avropa oyunları ilə əlaqədar ictimai nəqliyyatın iş qrafiki dəyişdiriləcək. Bu addım oyunların keçirildiyi vaxtda insanların daha çox ictimai nəqliyyatdan istifadə etməsi üçün atılıb. İctimai nəqliyyat Bakı metropoliteni oyunlar vaxtı səhər saat 6-dan gecə 1-ə kimi fəaliyyət göstərəcək və şəhər daxili ictimai nəqliyyat avtobusları da səhər saat 5-dən gecə 1-ə kimi fəaliyyət göstərəcək. Yəni genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ona görə də imkan daxilində mümkün olduğu hallarda fərdi avtomobillərdən az istifadə etmələrini xahiş edirik, sürücülərdən və ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik. Yol hərəkəti məhdudiyyətləri haqqında məlumatlar mümkün qədər əvvəlcədən ictimaiyyətə çatdırılacaq ki, həm şirkətlər, həm qurumlar, həm sakinlər gündəlik səyahət planlarını, gündəlik fəaliyyətlərini müvafiq qaydada tənzimləyə bilsinlər. Paytaxt yollarında oyunlar üçün nəzərdə tutulmuş zolaqlardan istifadə edəcək akreditasiyadan keçmiş xüsusi avtomobillərin üzərində gördüyünüz bu nişanlar qeyd olunacaq. Yəni sürücülər nişanları bir-birinə ötürə bilməyəcəklər. VAP adlanan bu nişanlar yalnız bir avtomobil üçün nəzərdə tutulub. Yəni yalnız bir avtomobil bu nişanlardan istifadə edə bilər və avtomobilin üzərinə bu nişanları yapışdırmaq mümkündür. Həmin nəqliyyat vasitəsi üçün qeydiyyatdan keçib.